Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Son dövrlərdə sosial mediada xarici vətəndaşlıq qəbul etmiş şəxslərin Azərbaycanda hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı müzakirələr aparılır. Xəbər verilir ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmət məsələyə münasibət bildirib. Qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifəsinin icrası və hərbi xidmət keçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş. Lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.